Hər birinizi salamlayıram. Ümid edirəm ki, işləriniz yaxşı gedir. Mən gəldim evə, baxdım gördüm ki, hava qəşəngdir. Günəş var və mən Instagramdakı izləyicilərim bilir ki, söz vermişəm ki, özümə boş vaxtımda mütləq şəkildə əgər evdəyəmsə, boş vaxtım varsa, bunu kontent üçün dəyərləndirəcəm və dedim ki, niyə də yox, tez bazar götürdüm hər şeyi, gəldim, oturdum, dedim ki, qoy sizin üçün bir kontent çəkim və bilirsiniz ki, bu ay biz keçən aydan başlayaraq biz artıq pul mövzusunu müzakirə etməyə başlamışdıq. Mən sistematik şəkildə mövzu müzakirəsini daha çox sevirəm və bundan öncə 2 videomuz artıq yayınlanıb pul ilə bağlı. Bu videoda isə mən istəyirəm ki, bir balaca daha, biraz daha geniş, amma biraz daha da yenə detallı bir şəkildə biz sizinlə pul mövzusunu müzakirə edək. Nədir məsələ? Bu dəfəki mövzuda mən istəyirəm ki, sizə etap-etap, yenə də izləyicilərim bilir, mən belə sxem, daha belə analitik yanaşmağı sevirəm mövzulara və pul da elə bir mövzudur ki, bu mənə heç də mücərrəd, spiritual, belə qeyri-adi bir mövzu kimi əsla gəlmir. Pul tam tərsinə elə sxemlərə, tam tərsinə elə məntiqə oturda biləcəyimiz bir mövzudur. Sadəcə çox insan bundan əziyyət çəkir, çünki çox insanın zehninə oturmur bu mövzu. Yəni bunu bu şəkildə bilməyinizi istəyirəm. Qalan şəkildə əslində pul hər zaman sevgidən, münasibətlərdən və s. çox daha sadə bir mövzudur əslində həll edilə bilən. Bu bizim indiki videomuzda mən sizə belə etap-etap, hətta belə yazmışam, qarşımdadır. Müəyyən mərhələləri izah etmək istəyirəm ki, siz əgər hal-hazırda maddi gəlirləriniz aşağıdırsa və yaxud da ki, maddi gəlirləriniz var, amma çıxarlarınız çoxdur və yaxud da ki, yəni həyatınızı növbəti yaxşı, daha yaxşı bir səviyyəyə qaldırmaq istəyirsinizsə, müəyyən etaplardan keçməlisiniz və bu etaplar mən düşünürəm ki, bunlar bir-birini tamamlamalıdır və bunlar bir-birini ardıcıl olmalıdır. Yəni çox insan mən düşünürəm ki, nəyə görə pul mövzusunda əziyyət çəkir? Ona görə ki, bəzən bir addımlar atır, amma o addımlar bir-birini tamamlamır və yaxud da ki, bəzən addımlar atır, hansı addımlar ki, bir-birindən əlaqəsizdir və yaxud da birinci bu addım gəlməlidir, sonra o birisi addım. Amma çox insan birinci bu addım atır, orada nəsə bir şey oldu, sonra o bir addım atır. Yəni bir sxem olmur. Yəni elə təsəvvür edin ki, siz nə bilim şahmat oynayırsınız, şaşki oynayırsınız, bilmirəm nerede oynayırsınız. Orada siz bir ardıcıllıq var, düzdür? Onu gözləmək lazımdır. Amma çox insan bu ardıcıllığı gözləmədiyinə görə sonra da deyir ki, mən axı çox çalışdım, alınmadı, falan şeyi etdim, alınmadı və ən çox da mən deyərdim ki, kimlər əziyyət çəkir bundan? Hər şeyi sadəcə ödənişsiz kontentlərdən öyrənənlər. Çünki oradan bir məlumat, buradan bir məlumat, o bu toplayır, amma ödənişsiz məlumatın həmişə əksik parçaları olur və o əksik parçaları bilməyən insanlar oradan-buradan məlumatları toplayır və nəsə etməyə çalışır, amma çox zamanda burada da alınmır. Yəni mən demirəm ki, ödənişsiz heç nədən faydalanmayın, nə olsun burada video var, faydalanın əlbəttə ki, amma həmişə yadda saxlayın ki, onun bir arxa fonu da var və o arxa fonu bilmədən çox zaman biz elə düşünürük ki, bir şeylər edirik, amma əslində çox da bir şey etmirik, sadəcə o özümüzü yoruruq, belə deyim. Yəni gəlin bu sxemlərə, bu ardıcıllığa baxaq ki, biz etap-etap necə maddiyyatımızı yüksəldə bilərik və biz etap-etap əslində necə keçə bilərik bu baryeraları, düzdür? Məsələn, bundan öncəki videoda mən danışmışdım, yenə də məsələn biz pulu necə artıra bilərik, necə saxlaya bilərik və s. Amma hətta ora belə gəlmək üçün, yəni saxlamaq üçün bir pulum olması üçün gələk öncə bir pul qazanım, belə baxanda, düzdür? Və yaxud da ki, o puldan mənə biraz qalsın ki, mən ona nəsə edim, düzdür? Bax, ora gəlmək üçün nə etməliyik? Mən bundan danışmaq istəyirəm. Birinci növbədə, ümumiyyətlə Telegramda, YouTube'da, Instagramda kimlər ki izləyir məni, onlar mütləq şəkildə Telegramdakı podkastları da dinləyin, mütləq şəkildə Instagramdakı izahlara da baxın ki, daha belə kompakt olsun sizin üçün. Birinci növbədə, baxın, biz başa düşməliyik ki, bizim maddi həcmimiz və maddi tutumumuz nəyə görə artmır? Telegramda mən
məni dinləyənlər bilirlər maddi həcmin nə olduğunu. Mən onlara izah etmişdim ki, maddi həcm, hətta Instagramda da bununla bağlı bir post paylaşıb bir texnika vermişəm. Əgər onu görməmisinizsə Instagrama keçin, həmin o texnikanı da götürün. Maddi həcm nədir? Bizə gələn puldur. Maddi tutum nədir? Bizim əlimizdə qalan puldur. Belə fikirləşin. Yəni maddi həcminiz, məsələn, sizin nə qədər maaşınız, total nə qədər gəlirləriniz varsa, bu pullar ümumi sizin maddi həcminizi əmələ gətirir və bu pullardan sizə qalan, belə deyək, ora-bura dəxilsiz yerlərə getməyən, yəni həqiqətən faydalı bir şeyə xərclədiyiniz və yaxud da ki, ürəyiniz istəyən kimi xərclədiyiniz, yığdığınız pullarsa sizin maddi tutumunuzu göstərir. Yəni ola bilər ki, bir insanın maddi həcmi, nə bilim, 3000 manatdır, tutaq ki, maaşı belə 3000 qazanır. Yəni 3000 Azərbaycan üçün çox da pis rəqəm deyil. Yəni orta yaxşı bir rəqəmdir deyə düşünürəm. Amma 3000 qazanır, amma o 3000-in götürür nə edir? Məsələn, 3000 qazanır, amma 5000 xərci çıxır, düzdür? Krediti çıxır, osu çıxır, busu çıxır, xəstəliyi çıxır və s. Demək ki, bu insanın çox da pis olmayan müəyyən bir maddi həcmi var. Hətta məsəl üçün bəzilərimizə görə daha yaxşı bir səviyyədir. 3000 bəzilərimizə görə aşağıdır və s. Demək ki, bu insanın müəyyən bir maddi həcmi var, amma bu insanın nəyi yoxdur? Maddi tutumu yoxdur. Çünki pul gəldiyi kimi də çıxdı, getdi, hətta daha artığı xərcləndi, getdi, düzdür? Və yaxud da elə insanlar da ola bilər ki, onların belə deyək, maddi həcmləri də yoxdur. Yəni onsuz da az qazanır. Yəni tutaq ki, 300 qazanır, 500 qazanır, elə həmin o qazandığı da əlindən çox sürətli şəkildə çıxır. Birinci növbədə, yəni siz pul ilə bağlı məsələlərinizi işləmək üçün maddi həcm və maddi tutum mövzunuzu işləməlisiniz. Biz bilməliyik ki, sizin nəyə görə bir maddi həcminiz aşağıdır, 2 maddi həcminiz aşağı deyil, okeydir, amma maddi tutumunuz aşağıdır, 3 hər ikisi aşağıdır. Yəni nədir bu əlaqə? Baxın, bir sxem düşünün, düzdür? Nədir bu əlaqə ki, sizi gətirib çıxardır daha aşağı maddi vəziyyətə, maddi statusa. Bunu birinci növbədə işləməlisiniz, bilməlisiniz və bu mövzu Money Mind Game Pro proqramında olacaq. Biz qeydiyyatı açmışdıq fevralın əvvəli, amma yerlər çox sürətlə doldu və mən qeydiyyatı bağlamağı düşünürdüm. İzləyicilər bilir, amma sonra birdən-birə qərar verdim ki, yox. Çünki mənim özümün də bu proqramla bağlı müəyyən niyyətlərim var idi. Və həmin o niyyətləri belə deyək, reallaşdırmadan yerlər dolduğuna görə mən qərar verdim ki, əlavə yerlər açım və hal-hazırda əlavə yerlərə qeydiyyat gedir Money Mind Pro proqramı üçün. Həmin o proqramın da bir hissəsinin, tam hissə olmasa da bir hissəsinin detallarını bu videonun detalları, yəni izah bölümünə qoyacağım sizlər üçün. Oradan baxa bilərsiniz. Yəni birinci etapda proqrama gələnlər də, artıq qeydiyyatdan keçənlər də bilsinlər ki, birinci etapda biz sizin maddi tutum və həcm məsələlərinizin üstündə işləyəcəyik ki, bir orada biz araşdırmaları aparaq. Qeydiyyatdan keçənlər bilirlər ki, onlara biz suallar da veririk və oradan gələn suallara gələn cavablar əsasında da təbii ki, bir müəyyən analizlər aparacağıq. Bu boşuna verilməyib. Bu suallar da sizə qeydiyyatdan keçənlər bilir hansı suallardan, tapşırıqlardan söhbət gedir. Birinci etap nə oldu? Maddi tutum və həcm. Bunu işləmək lazımdır. İkinci etapda sizə nə lazımdır? Bunu işlədikmi məsələn? Birinci bunu bilməliyik. Məsələn, çox insan bundan xəbəri yoxdur. Gedir, oturur, tutaq ki, deyir ki, necə aktiv pul kanalı yaradım, necə belə deyək, gəlirlərimi artırım. Amma sənin hələ təməlində bir problem var axı. Yəni elə fikirləşin ki, sizin bir binanız var və o binanın birinci mərtəbəsinin daşları, nə bilim, hörülməyib, yarım yamalaq hörülüb, divarlar yoxdur. Siz orada ikinci mərtəbəni inşa etməyə çalışırsınız. Maddi tutum və həcm hissələrini bilmədən keçirik ikinci mərhələyə. Hardakı orada məsələn mən deyirəm ki, mən istəyirəm ki, gəlirim artsın, o olsun, bu olsun. Artmır. Artanda da yenə də, okey, gəliri bir təhər artırdım. Maddi tutum yoxdur axı. Artan da gedir. Aydındır. Gəlirim artdıqca problemim də artır. Məsələn, baxın, etap işləmək lazımdır, ona görə deyirəm. İkinci etapda biz maddi tutum və həcm işləyəndən sonra artıq baxa bilər ki, aha, mən indi necə 500-dən, nə bilim, 600-ə qalxım, tutaq ki, 3000-dən 4000-ə qalxım, 5000-dən 10000-ə qalxım. Fərqi yoxdur. Hər kəsdə fərqlidir bu. Artıq biz o zaman baxa bilərik. Bunun üçün də
Bunun üçün də birinci növbədə mövcud maddi gəlirlərinizi və sizə pul gətirən bir şəkildə nəsə qazanırsınız, düzdür? Sizə pul gətirən sxemləri biz araşdırmalıyıq, baxmalıyıq ki, orada hansı necə deyərlər, nə deyək biz buna? Blokaj demək istəmirəm, çünki blokaj deyil bu. Hansı sıxılmalar, hansı tutulmalar, bilmirəm, sözü tapa bilmədim. O var ki, baxım görüm, bəlkə bura yazmışam, yazmamışam. Bilmirəm, o sözü tapa bilmədim. Yəni sizin o maddi gəlirlərinizdə müəyyən bir tıxanma daha yaxşı sözdür. Tıxanmalar var. Düzdür, tutaq ki, 700 qazanmaq istəyirsiniz, amma 500 qazanırsınız. Bəlkə də şərt deyil ki, məsələn, siz iş yerinizdən çıxasınız, şərt deyil ki, hamı getsin, biznes açsın. Mövcud vəziyyətdə də gəlirləri artırmaq olur. Amma oradakı tıxanma nədir ki, 500-dən 600-ə qalxmır, düzdür? 1000-dən 2000-ə qalxmır, məsələn. Bax, biz o tıxanmanı tapmalıyıq və baxmalıyıq ki, mövcud maddi sxemlərimiz hələ də bizə xidmət edirmi, yoxsa biz daha çoxunu istəyirikmi? Və daha çoxunu istəyiriksə də yeni aktiv pul yaratma sxemləri nələrdir? Bax, bu da Money Mind Game Pro-nun mövzusudur. Yəni, öncə bunu işləyib, daha sonra da biz mövcud enerjimizi, o tıxanmaları necə aradan qaldıra bilərik ki, biz maddi gəlirlərimizi artıraq və yeni aktiv pul qaynaqları özümüz üçün yaradaq. Bu da bizim növbəti etapımızdır. Yəni, siz növbəti etapda bunu etməlisiniz və bilməlisiniz və bunun üçün də öz analizlərinizi aparmalısınız. Üçüncü etap nədir? Bu ikisini işlədikmi? Yəni, aşağı-yuxarı bildik ki, okey, buralarda nələr var? Yəni, bildim ki, mənim tutumum nədir, həcmim nədir? Baxdım ki, mənim bu həcmim, yəni gəlirim azdır və bunun səbəbi mənim hansı sxemlərimdir və sonra baxdım ki, nələr edə bilərəm ki, əlavə daha çoxunu qazana bilim və s. Gəlirik növbəti etaba. Burada biz işləyəcəyik, Money Mind Game Pro-da işləyəcəyik və burada da sizin üçün o etapı qeyd etmək istəyirəm. Bu da bizim olacaq pul və ego və pul və bizim qaranlıq və kölgə tərəflərimiz. Bu nədir? Baxın, bir çox insan, məsələn, daha çox qazanmaq istəyir, hamı çox qazanmaq istəyir. Heç kim demir ki, acımdan ölüm, da görəsən nə edim ki, bütün günü pis gündə yaşayım. Bunu heç kim istəmir və daha çox qazanmaq istəyir, amma daxilində o qədər çox özünün bastırdığı, kimsə bilməsin dediyi tərəfləri var ki, nümunə üçün bir dənə nümunə deyim, amma daha detallı proqramda bunu işləyəcəyik. Biz hər kəslə baxacağıq ki, kimdə nə var, nə yox. Baxın, məsələn, istəyir daha çox pul qazansın, amma bir tərəfdən də onun özü bilir bunu daxildə, sadəcə ətrafdakılara göstərmək istəmir. Onun daha çox pul qazanan versiyası, məsələn, lovğa biridir. Onun daha çox, məsələn, o baxır ki, daha çox pul qazanan insanlar, daha belə zəngin insanların belə qəribə, nə bilim, alışqanlıqları var, qəribə zövqləri var və s. Və o bütün günü baxsan sosial mediada o insanları qınayır ki, buna bax, bu da pulunu gedir, gör nəyə verir, mən olsaydım gedib nə edərdim və s. və s. Amma əslində sənin də elə o kölgə tərəflərindən biri budur ki, səndə də həmin o milyon olsa, sən də gedib həmin o hərəkəti edəcəksən. Baxın, bu şəkildə bu insan özünü danır, kölgə tərəflərini danır, qaranlıq tərəflərini danır. Ego da burada işin içində var, amma ego çox ayrı bir mövzu olduğuna görə ona ümumiyyətlə burada girməyəcəm. Onu biz proqramda danışacağıq iştirakçılarla. Bütün tərəflərini dandı mı hər şeyi? Bu qədər şeyi danandan sonra niyə daha çox pul qazanasan ki? Çünki sən zaten istəmirsən. Sən özünün həmin o tərəfini görmürsən. Həmin o tərəfini hər kəsdə də qınayırsan ki, buna bax, məsəl üçün, mənim çox pulum olsa, mən bütün günü uşaq evlərində takılaram. Çox pulum olsaydı, mən bütün günü, nə bilim, yetim uşaqlara kömək edərəm. Bütün günü Afrikada ac uşaqları doyuzduraram. Onun çox pulluq, yəni budur. Güya ki, çox pul olsa belədir, amma reallıq bu deyil. Reallıq bu deyil. Bununla üzləşin. Nə qədər insandan soruşursan ki, çox pulum olsa nə edərsən? Xəyalımda mən uşaq evlərini gəzəcəm. Okey, bunu gəzərsən. Burada məsələ bu deyil. Amma başqa nə edərsən? Başqa sənin o kölgə tərəfləri, qaranlıq tərəfləri nələrə meyl edər? Bəlkə lüksa, bəlkə nə bilim kiməsə hava atmağa, bəlkə bir çox bahalı bir çanta alıb gedib bir qohuma göstərməyə ki, bax, aldım mən bunu.
Bəlkə bunlar, hələ bunun daha başqa ağır versiyaları da var, amma onları burada danışmaq istəmirəm. Daha yəni kütlə üçün deyil bu, daha qapalı qrup üçündür. Onu proqramda danışarıq. Baxın, reallıq budur. Oturub bununla üzləşmək lazımdır. Uşaq evini gəzərsiniz, Afrikaya da gedərsiniz, yardım da edərsiniz, qurban da kəsdirərsiniz. Bunlar məsələ deyil. Sizi daha çox pul qazanmaqdan saxlayan bu ülvi pak arzularınız deyil, başqa şeylərdir. Bax, oturun, papağınızı qoyun qarşınıza, bunu düşünün. Daha detallı düşünmək istəyənlər proqramda mənimlə bərabər düşünəcəklər, görəcəklər və üzləşəcəklər bununla ki, ondan sonra artıq biləcəklər ki, bəli, mən o daha çox pulu həqiqətən nə üçün istəyirəm və ondan sonra bizim etirazımız çox olacaq. Çünki həqiqətən istəmədiyimiz şeylərə görə bizdə etiraz yaranmır və yaxud da ki, sadəcə belə olmalıdır deyə istədiyimiz şeylərə görə də bizdə etiraz yaranmır. Okay. İndi bəziləriniz kimlər ki mənim dediyimi başa düşmədi, onlar belə düşünür ki, məsəl üçün bu dəqiqə bizə deyilir ki, demək ki, çox pulun varsa sən pis insan olacaqsan. Yox, mən onu demədim əslində. Amma sən elə başa düşdünsə, demək ki, hələ nə məsələn mənim bu dediklərimə hazırsan, nə də ki, ümumiyyətlə Money Mind Game Pro proqramına isə heç hazır deyilsən. Bu o deməkdir. Gəldikmi bu etaba? Bunu da başa düşdük. Gedirik növbəti etaba. Burada qeyd etmişəm bunu. Bu mənim çox sevdiyim bir mövzudur və pul tavanı. Pul tavanı nədir? Hər birimizin bir pul tavanı var. Yəni nədir pul tavanı? Sizin gedib ilişdiyiniz bir rəqəm. Yəni məsələn, baxırsınız ki, son bir ildir ancaq elə 1000 manat qazanırsınız. Son bir ildir 200 manat qazanırsınız, 300-ə keçə bilmirsiniz. Və yaxud da ki, hər insanda bu var. Yəni 10.000 qazananın da tavanı var, 100.000-in də, milyonun da, hər kəsin bu tavanı var ki, gedir, dəyir ora və ondan sonra artmır. Və bu fərqli səviyyələrdə insanlar buna fərqli reaksiyalar verir. Məsələn, elə insan var ki, onun pul tavanı çox kiçikdir deyə, o yəni çırpınır elə ki, mən nə edeyim ki, 200 manatım 500 manat olsun. Bəli, çünki tavan onsa çox kiçikdir deyə, yəni o insan ora sığmır, narahatdır daima, düzdür? Amma elə insanlar da var ki, məsələn, ayına tutaq ki, 10.000, 20.000 qazanır və yaxud da ki, heç 10.000, 20.000 qoyaq qırağa, nə bilim, 1500-2000 qazanır və çox da narahat deyil də, başa düşürsünüz? Yəni, nə bilim, çayı var, çörəyi var, evi var, normaldır, yaşayır və bir yerə qədər çox da əslində narahat deyil deyə, bir tərəfdən istəyir pulu artsın, gəlirlər artsın. Bir tərəfdən də çox ekstra bir narahatlığı yoxdur deyə, beyin də orada niyə o zaman əlləşsin, yəni sizi 10.000-dən 20.000-ə qaldırmaq üçün, beynimiz üçün çox da bunun bir fərqi yoxdur. Onun üçün önəmlidir ki, sizin nə bilim bir boşqab supunuz olsun ki, ac qalmayasınız, yanınızda suyunuz olsun, bəsdir. Bir boşqab supu da, suyu da 200 manatla da almaq mümkündür, düzdür? Və biz İnsanlar gedib ilişirik həmin o tavanlarda. Niyə bizə dank etməlidir ki, tak, kimlərin ki gəliri biraz daha normal səviyyədədir, bir müddət sonra artıq narahat olmağa başlamalıyıq ki, yox, daha çoxunu istəyirəm axı və hərəkətə keçməliyik. Amma o narahatlıq da həqiqi səviyyədə bir narahatlıq deyilsə, biz yenə də hərəkətə keçirmiş kimi və yaxud da nəsə edirmiş kimi oluruq, amma əslində heç nə etmirik. Çünki dərin səviyyələrdə bir rahatlıq onsuz da var. Bax, biz bu pul tavanı mövzusunda Money Mind Game Pro-da işləyəcək etap. Çünki bu elə hop sənin pul tavanın nədir, bundan gəl ona qalxaq deyil də. Biz baxmalıyıq. Çünki elə bir sxem lazımdır ki bizə, bir dəfə istifadə etməyək. Elə bir sxem lazımdır ki bizə hər dəfə, özümü qaldırdım mı 200-dən 500-ə? Tamam. 500 mənə 3 ay bəs elədi. Növbəti hədəfim istəyirəm ki, indi 500-dən 700-ə qalxım, 700-dən 1000-ə qalxım, düzdür? Elə bir sxem lazımdır ki, hər dəfə tətbiq edim və hər dəfə onu tətbiq edəndən sonra artıq ilk danışdığımız 3 etap da var idi da, o etapları da bildiyim üçün 4-cü etapda da pul tavanı sxemlərini tətbiq edərək mən artıq növbəti səviyyəyə özümü keçirdə bilim. Yəni bu emosional, psixoloji, enerjisel, şuuraltı çox belə toplu bir işdir və pul tavanının texnikasında etap biz Money Mind Game Pro-da edəcəyik iştirakçılarımızla bərabər. Və ən son bizim 5-ci etapda gəlir bizim yüksək standartlı zehin modeli. Baxın, təsəvvür edin ki, insanlar bu ilk 4 etapdan xəbərsizdir. İlk 4 etapı keçmir.
heç birisini etmir. Gəlir deyir ki, yüksək standartlarım olsun istəyirəm. Yüksək standartlara sahib olub həyatıma pul çəkmək istəyirəm. O da necə olursa. Yəni bilmirəm. Orada da oturur tərəddüd. 200 manatla necə yüksək standarta sahib olum? Və yaxud da ki, okey, 2000 manatla necə yüksək standarta sahib olum? Tərəddüd. Çünki ilk 4 etapı keçməyib axı. Gəlir birdən-birə yüksək standarta çıxmaq istəyir. Olmur birdən-birə yüksək standarta çıxmaq. Yüksək standarta birdən-birə çıxmanız üçün əgər deyirsinizsə ki, bu dəqiqə olsun, o zaman elə əlinizə düşən hər şeyi aparıb bahalı bir şeylərə verib ayın bir günü lüks yaşayıb növbəti 29 günü sup və su içməli olacaqsınız. Nəyə görə? Çünki gəliriniz hələ o səviyyədə deyil axı sizi hər gün yüksək standartda yaşatsın və yaxud da ki, borc almalı olacaqsınız və bir döngünün içinə girəcəksiniz, düzdür? Demək ki, yüksək standarta çıxmaq, nə bilim, mənim lüks alış-verişlərim olsun, standartlarım yüksəlsin və s. demək üçün birinci növbədə keçməniz gerəkən etaplar var və o etapları keçəndən sonra biz buna addım ata bilərik. Təbii ki, burada söhbət nədən gedir? Borcsuz, xərcsiz, təmiz şəkildə standart yüksəltmədən, yəni belə deyək, borc, xərc, ondan alıb buna vermək bu şəkildədirsə, hə, bunu hər formada edə bilərsiniz. Ona mən bir şey demirəm. Təbii ki, mən belə daha təmiz bir yoldan getməkdən danışıram. Bax, bu 5 etap olandan sonra biz doğrudan da nə yaşayırıq? Sıçrayış. Maddi sıçrayış yaşayırıq. Və bunu mən elə-belə, məsələn, gedin bunu axtarın, didin, tökün hər yeri. Siz bu danışdıqlarımı bir kitabda tapa bilməzsiniz, bir, nə bilim, hardasa tapa bilməzsiniz. Çünki bunlar belə, təbii ki, öyrənilmiş kitablar olsun, təlimlər olsun, bunlardan gələnlərdir. Amma eyni zamanda da təcrübə, yəni həyatında ildə ən azı 2 dəfə, 3 dəfə bu sıçrayışları yaşayan insan olaraq, bəzi illər çox daha yaşayan biri olaraq oturub düşünəndə ki, necə yaşadım mən bunları? Çünki mən sevirəm mühəndisliyi, onsuz da mən mühəndisəm, IT mühəndisiyəm və mühəndisliyi sevdiyimə görə oturub hər şeyin reverse engineering deyirlər buna, tərsinə mühəndislik. Yəni bir şey baş verəndən sonra mən oturub düşünəndə ki, bu hansı məntiqlə baş verdi görəsən və onu tapandan sonra və onu baxıb fərqli situasiyalara tətbiq edəndən sonra görürəm ki, bu burada işə yarayır, burada işə yaramır. Aydındır. Sxem dediyim də əslində bunlardır. Yəni fərqli situasiyalarda tətbiq oluna bilən, ölçülə bilən, əslində məntiqi əsasları olan, fərqindəliyimizə xidmət edən bax həmin o sxemlər və bütün bunlar dediyim kimi Money Mind Game Pro-nun da təməllərini təşkil edir. Orada kimlər ki, həqiqətən hazırdır buna, məni başa düşəcəklər, dinləyəcəklər, tətbiq edib nəticəsində görəcəklər. Və Money Mind Game Pro-da bu arada bütün bunlardan sonra biz mütləq şəkildə münasibətlər mövzusuna toxunacağıq. Çünki pul və münasibətlər və münasibətlərdə pulun rolu çox önəmli bir mövzudur. Yəni bir çox münasibətlər məhz bu mövzudan əziyyət çəkir. Yəni baxsan görürsən ki, cütlüklər arasında ciddi bir problem yoxdur əslində, amma nədir məsələ? Pul. Biri çox qazanır, biri az qazanır, biri çox xərcləmək istəyir, o birisi deyir ki, gəl pul yığaq, biri deyir ev alaq, biri deyir gəl dünyanı gəzək, düzdür. Bax bu şəkildə cütlüklər arasında maddiyyatla bağlı çox gərginliklər yaşanır və biz Money Mind Game Pro proqramında mən baxdım ki, orada təbii ki, xanımlar çox olacaq. Mən düşündüm ki, bunu elə podkast falan yox, birbaşa webinar kimi həll etmək istəyirəm. Webinarda bu mövzunu biz danışacağıq ətraflı və sizin də suallarınız əsasında biz baxacağıq ki, partnyorla biz pul məsələlərimizi necə daha yaxşı formada müzakirə edə bilərik, necə qaydasına qoya bilərik. Bax, bu da bizim proqrama mənim sonradan əlavə etdiyim bonus mövzulardan bonus bir webinardır və daha çoxu təbii ki, olacaq, amma hər şeyi də elan edib, çox da belə iştirakçılar da belə kaşa-maşa bir sistem istəmirəm. Kaşa-maşa deyirəm, kaşa-malaşa bir sistem istəmirəm. Və istəyirəm ki, daha belə həqiqətən bunu mövzuları işləmək istəyən insanlar gəlsinlər. Bax belə, ümid edirəm ki, ən azından sizin üçün faydalı oldu bu. Bundan öncəki videolarımızda da dediyimiz kimi alma-vermə balansımızı qorumaq üçün mütləq şəkildə videoları bəyənməyi və fikirləriniz, iradlarınız, düşüncələriniz varsa onları da şərh bölməsinə yazmağı unutmayın. Növbəti videolarda görüşənə qədər.